Herkese salam. Mən Qusar şəhər 4 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Mahmudova Amina. Bugün sizə mənim maraqlı oxuduğum Yaşıl Evin Enisi hekayəsi haqqında danışacağam. Burada Enni Şillə adlı qırmızı saçlı, şən və ağıllı bir qızın hekayəsindən danışılır. Enni uşaq evində böyümüşdür. O heç vaxt əsl ailəsi olmayan bir qızdır. Günlərin bir günü Matthew və Marilla Kaybert adlı yaşlı bacı qardaş onu evladlığa götürür. Onlar aslında oğlan uşağı istəmişdilər, amma qarşılarına Enni çıxır. Yaşıl Evin Ennisi hekayəsində Enninin başına gələn sevincli və kədərli hadisələrdən danışılır. O çox səhv edir, amma etdiyi hər bir səhvdən böyük bir dərs çıxarır. Enni sözlərə inanır və hər şeyə yaxşı tərəfdən baxmağa çalışırdı. Enni oxumağı, yazmağı və kitabları çox sevir. Bu kitab bizə öyrədir ki, hər bir insan sevgiyə və ailəyə layiqdir. Xəyallarımız böyük olsa da, çox çalışsaq, onları reallaşdıra bilərik. Həyat böyük çətinliklərlə doldur. Əgər ümidimizi itirməsək, hər şey yaxşı olacaq. Məncə bu kitabı oxumağa dəyər, nə bilirsinizmi? Çünki bu kitab sizin düşüncələrinizi zənginləşdirəcək. Siz də Enni ilə birlikdə xəyal qurmağı və çalışqan biri olmağı öyrənəcəksiniz. Kitab dost kimidir. Sizi düşündürəcək, güldürəcək və sizə ilham verəcək.